Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, əziz izləyicilər. Bugün sizləri büclərin rəngarəng və maraqlı dünyasına qısa, əyləncəli və mənalı bir səyahətə aparacağım. Unutmayaq ki, büclərlə bağlı deyilənlər əsasən əyləncə məqsədi daşıyır və hər insanın xarakteri özünə məxsusdur. Buna baxmayaraq, insanlar əsrlərdir büclərin xüsusiyyətlərini öyrənməyə maraq göstərirlər. Qoç bücü enerjili və hərəkətli olması ilə tanınır. Qoçlar adətən yeni işlərə başlamağı sevirlər. Onlar bir yerdə çox oturmağı xoşlamırlar. Dostları arasında təşəbbüskar və cəsarətli insanlar kimi tanınırlar. Buğa bücü rahatlığı və sabitliyi sevən insanlarla əlaqələndirilir. Buğa bücündən olanlar dadlı yeməkləri, gözəl mühiti və rahat həyatı sevmələri ilə məşhurdur. Onlar səbirli olsalar da bəzən fikirlərindən dönmək istəmirlər. Əkizlər bücü ünsiyyətçiliyi ilə seçilir. Əkizlər hər mövzuda danışmağı və yeni məlumatlar öyrənməyi xoşlayırlar. Onların enerjisi və maraq dairəsi çox geniş olur. Bir gün bir mövzuya, sabah isə tamamilə başqa bir mövzuya maraq göstərə bilərlər. Xərçəng bücü ailəcanlı və qayğıkeş xüsusiyyətləri ilə tanınır. Onlar yaxın insanlarına böyük dəyər verirlər. Dostları və ailə üzvləri üçün hər zaman dəstək olmağa çalışırlar. Çir bücü diqqət mərkəzində olmağı sevən büclərdən hesab edilir. Onlar özlərinə inamlı görünür və ətrafdakılara motivasiya verməyi bacarırlar. Çirlər adətən liderlik etməyi xoşlayırlar. Qız bücü detallara diqqət yetirməsi ilə seçilir. Qızlar planlı və nizam-intizamlı olmağa çalışırlar. Hər şeyi vaxtında və düzgün etmək onların əsas xüsusiyyətlərindən biri hesab olunur. Tərəzi bücü balans və harmoniya axtaran insanlarla əlaqələndirilir. Onlar ədaləti və gözəlliyi sevirlər. Dostluq münasibətlərində mehriban və diplomatik davranmaq üstünlük verirlər. Əqrəb bücü sirli və güclü xarakteri ilə tanınır. Əqrəblər məqsədlərinə çatmaq üçün əzmə çalışırlar. Onlar yaxın dostlarına sadiq olsalar da etibar məsələsində diqqətli davranırlar. Oxatan bücü macəra və yenilik həvəskarı kimi tanınır. Onlar səyahət etməyi, yeni yerlər görməyi və fərqli insanlarla tanış olmağı sevirlər. Həyata optimist baxışları ilə seçilirlər. Oğlaq bücü zəhmətkeşliyi ilə məşhurdur. Oğlaqlar məqsədlərinə çatmaq üçün uzun müddət çalışmaqdan çəkinmirlər. Onlar məsuliyyətli və ciddi davranışları ilə seçilirlər. Dolça bücü fərqli düşüncələri və yaradıcı yanaşmaları ilə diqqət çəkir. Onlar yenilikləri sevir və bəzən hər kəsdən fərqli baxış bucağı nümayiş etdirirlər. Bu xüsusiyyət onları maraqlı edir. Balıqlar bücü isə xəyalpərəst və həssas xarakteri ilə tanınır. Onlar incəsənətə, musiqiyə və yaradıcılığa maraq göstərə bilərlər. Balıqlar adətən mehriban və anlayışlı insanlar kimi təsvir olunur. Əziz dostlar, büclər haqqında deyilənlər insanları daha yaxından tanımaq və əyləncəli söhbətlər etmək üçün maraqlı mövzulardan biridir. Hər bir insan öz davranışları, seçimləri və həyat təcrübələri ilə unikaldır. Buna görə də büclərə maraqla yanaşmaq olar. Lakin insanların xarakterini yalnız büclərlə qiymətləndirmək düzgün olmaz. Videomuzu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Siz hansı bücdənsiniz və öz bücünüzün xüsusiyyətlərini özünüzdə görürsünüzmü? Növbəti maraqlı videolarda görüşənədək sağ olun.